Salam, hər vaxtınız xeyir olsun. Sınavımızın izahına başlayırıq. Birinci sualımız müqayisə məsələlərindəndir. Burada görürsünüz ki, bütün ifadələrin hər birinin 20-yə bərabər olduğu verilib. Yəni 5x-da, 4y-də, 2z-də hamısı nəyə bərabərdir? 20-yə. Yəni burada biz 5x-in 20-yə bərabər olduğunu görürüksə, 5x əgər 20-dirsə, x olur neçə? 4. 20-ni 5-ə böldüm. 4y əgər 20-yə bərabərdirsə, y bərabərdir 20-ni 4-ə böldüm. 5. 2z 20'ye bərabərdirsə, z bərabərdir 20'ni 2'ye böldüm 10. Azalan sıra nə deməkdir? Böyükdən kiçiyə doğru. Birinci z gəlir, sonra y, sonra x. Z, y və x. A variantı bizim doğru cavabımızdır. İkinci sual. Tənliyimizi həll eləyək. Əvvəlcə köçürək aşağıda. 39 bölünsün. Mötərizələr açdıq. 48 çıxılsın. 2x üstəgəlsin 6 bağla, bölü 2 bağla, çıx 10, bağla, bərabər neçə? 13. 39-u əvvəlcə 13-ə böləcəyik. 39-u 13-ə böləndə neçə eləyir? 3 eləyir. Elə də 3. Bir mötərizə sağdan, birini soldan silərik. Nədən 10 çıxsaq 3 eləyər? 3-ün üstə 10 gələcək. 3-ün üstə 10 gələndə eləyəcək 13. Bir mötərizə sağdan, birini soldan. 48-dən nəyi çıxanda 13 eləyər? 48-in özündən 13-ü çıxıram. 35 eləyir. Bura oldu 35. 35-i 2-yə vururam 70. 2x üstəgəl 6 bərabərdir 70-ə. 2x bərabərdir 70-dən 6 çıxacam 64. X də oldu 32. Tənliyin kökünün rəqəmləri hasilini tapın. Kökü oldu 32. 32-nin rəqəm hasili oldu 6. Cavab oldu C variantı 6-ya bərabər. Üçüncü sual. Avtobus 8-də ilkin məntəqədən yola düşüb 12:00-da getdiyi məntəqəyə çatdı. Daha sonra eyni sürətlə getdiyi yolun yarısı qədər, yəni 200 km əlavə yol qət etdi. Verilən məlumatlara əsasən avtobus saat neçədə ilkin məntəqəyə qayıdacaq? Əvvəl biz baxırıq ki, avtobus saat neçədə çıxıb? 8-də. Saat 8:00-dan 12:00-a qədər bu müəyyən bir yol gedib. Müəyyən bir yolu qət elədi. Saat oldu 12. Oldu bu məntəqədə. Saat 12-dən sonra yenə eyni sürətlə getdiyi yolun yarısı qədər 200 km əlavə yol getdi. Deməli, bunun getdiyi yol 400 imiş ki, bu da getdiyi yolun yarısı qədər, yəni 200 km əlavə neyniyib? Yol gedib. İndi sən başa düşməlisən ki, bu adam 400 km yolu saat 8-dən 12-yə qədər getmişdi. Yəni 4 saata. Deməli, 400 km yolu 4 saata getmişsə, bu maşının sürəti neçədir? 100-dür. Bura qədər gəlmişdi, saat 12 idi. 200 km əlavə yol getdi. 200-ü də 100-ə bölürəm, görüm neçə saat əlavə yol getdi? 2 saat. Yəni saat oldu 14:00. Gəldi, çatdı bu nöqtəyə. İndi bu bütöv yolu geri qayıtmalıdır. Bütöv yolumuz 600-dür. 100 sürətlə geri qaydanda 6 saata geri qaydacaq. Saat 14 idi. 6 saatda əlavə gələcək üzərinə. Neçə olacaq? 20:00-da bu adam gəlib əvvəlki məntəqəyə çatacaq. Cavab olacaq E variantı. Dördüncü sual. Atanın yaşı uşağının yaşından 3 dəfə böyükdür. 5 il sonra atanın yaşı uşağının yaşının 2 mislindən 5 vahid çoxalacaq. Uşağın və atanın hazırki yaşları cəmi neçədir? Deməli, ata var, bir də uşağı var. Atanın yaşı uşağın yaşından 3 dəfə böyükdür. Bu indiki zamandır. Yəni, uşaq x-dir, ata 3x-dir. 5 il sonra. 5 il sonra deyirsə, atanın yaşı da 5 yaş böyüyəcək, uşağın yaşı da 5 yaş böyüyəcək və atanın yaşı uşağının yaşının 2 mislindən az olanı 2-yə vurdum. 5 vahid çox olacaq. Üzərinə 5-i gəldim. Və bunları neynədim? Bərabərləşdirdim. 3x üstəgəl 5 bərabərdir. 2x üstəgəl 10 üstəgəl 5. Buradan da 3x çıx 2x 10 ilə 5-i topladım 15 çıx 5. X də bərabərdir 10-a. Deməli, x-in qiyməti 10-dur. Uşağın indiki yaşı 10-dur. Uşağın və atanın hazırki yaşları cəmi. Atanın yaşı 30-dur. Cəmi neçə olacaq? 40 olmuş olacaq. B variantı bizim cavabımızdır.
5. Aralarındakı məsafə 55 olan iki məntəqədən əks istiqamətdə iki maşın yola düşür. Birinci maşın 2 saat əvvəl yola düşmüşdür. İkinci maşın 120 km getdikdən sonra onlar arasında məsafə 450 oldu. Deməli, bunların əvvəldən aralarında bir məsafə var idi. Bu məsafə 55 km idi. Birinci maşın 2 saat əvvəl yola düşür. Bax, bu maşın 2 saat əvvəl artıq yola düşür. İkinci maşın 120 km yol gedir. 120 km. Və onlar arasında ümumi məsafə 450 km olur. İkinci maşının sürəti 40-dır. Mən də 450-ni 40-a bölərəm görüm. İkinci maşın neçə saat yolda olub? 3 saat yolda olub. Birinci maşında 2 saat əvvəl yola çıxdığına görə, yəni bu 3 olubsa, bu da 3 üstəgəl 2. Yəni 5 saat yolda olacaq. Şərtdə verir, baxı bu 2 saat əvvəl yola düşüb. Deməli, o birisi 3 saatdırsa, bu da 5 saat yoldadır. İndi 450 kilometrin 55 kilometri onsuz da əvvəldən arada var idi. Yəni 55-ə çıxıram. Elədir. 5, 9, 3. 395 kilometrin 120 kilometrini ikinci maşın gedib, görə bilərsiniz. Qalır 275. 275 kilometrdə, bax, bu birinci maşın 5 saata qət edib. Bunu Fesin kitabında da işləmişik, açıb baxa bilərsiniz. 275-i bölürəm 5-ə. Bərabərdir. 275-i 5-ə böləndə 5 dəfə 25, bu da 5, 55. Birinci maşının sürətini soruşur. D variantı 55-ə bərabərdir. 6-cı sual. Turist yolun 1/3-ni sal ilə 10 saata, qalan yolu öz sürəti 12 km olan kater ilə getdi. 1 saat dincələn turist yolun 3-dəki hissəsini sürəti 13 km/saat olan kater ilə geri qayıtdı. Çayın sürəti 3 km/saat olarsa, turist yola nə qədər vaxt sərf etdi? Deməli, yolumuz 3 hissədən ibarətdir. Yolumuz 3 hissədən ibarətdir. Deməli, belə bir yolumuz var. 1/3-ni sal ilə 10 saata gedir. Gəlin, yolu belə 3 hissəyə ayıraq. 1/3-ni sal ilə 10 saata gedir. Yazdı bura sal. Neçə saata? 10 saata. Qalan yolu öz sürəti 12 olan kater ilə getdi. 1 saat dincələn turist yolun 3-dəki hissəsini sürəti 13 km/saat olan kater ilə geri qayıtdı. Çayın sürəti 3 km/saat olarsa, turist yola nə qədər vaxt sərf etdi? Bax, birinci bu turist, diqqətli baxın. Çayın sürəti 3 olduğuna görə, bax, yazıb çayın sürəti 3-dür. 10 saat salla gedir. 3'ü ona vururam 30 kilometr. Deməli, yolun 3/1 30 kilometrdir. Çünki yolun 3/1-ni 10 saata salla gedibsə, salın sürəti 3'dür. Çayın sürətinə bərabərdir. 10 saata gedibsə, onu 3'ə vurdum 30 kilometr. Düzdürmü? Bura 30'dursa bilməlisiniz ki, burada 30'dur, burada 30'dur. Yəni yolumuz ümumilikdə nə qədərdir? 90 kilometr. 10 saat, bax, bu nöqtəyə qədər gəldi. Qalanı öz sürəti 12 olan katerlə. Katerin sürəti 12'dir. Amma bunu çayda itələyir axı. Davam edir axı, bu axın ilə gedir. Çünki sal ancaq axın ilə gedə bilirdi. Bu da saldan düşüb kateri minib yoluna davam edirsə, deməli, kater axın ilə davam eləyəcək. 12 katerin sürətidir, 3 də çayın sürətidir. Oldu neçə? 15. Qalan, bax, buradan bura qədər olan yolu, yəni 60 kilometr yolu 15 sürətindən getdi. 60'ı böldüm 15'e. Neçə saat? 4 saat. Elə də yazdım bura 4 saat. 1 saat dincəldi. 1 saat dincəldi və yazdım bura 1 saat. Sonra yolun 3'dekisini, yəni bu 60 kilometri sürəti 13 olan katerlə geri qayıtdı. Baxın, gedəndə katerin sürəti 12 idi. İndi geri qaydanda katerin sürəti 13'dür. Amma geri qayıdır deyə axına qarşı qayıdır. Yəni, olacaq katerin axına qarşı sürəti 10. 13 öz sürəti 3'də çay geri çəkir. Oldu 10. Qalan 60 kilometr yolu, yəni 30-60 kilometr yolu 10 sürətlə geri qaydanda 6 saatı da bax gəlib qayıdıb burada olacaq. Üstə gəldi 6 saat. Bu verilən ədədləri toplayacağım. 21 bizim sualımızın cavabıdır. Bu bazası zəif olanlar üçün hələ 7-ci sualımıza baxaq. Rəqəmləri müxtəlif bu ədəd verilir bizə. Yüzlüklərə qədər yuvarlaqlaşdırılır. Ədəd azalır. 6, A, 3, B və 5. Təklik, onluq, yüzlük. Yüzlüyə qədər yuvarlaqlaşdırılanda ədəd azalırsa, deməli B-nin yerində 0, 1, 2, 3 və 4 ola bilər.
A üstəgəl B cəminin ən böyük qiymətinin 2 mislini rəqəmləri cəmini tapın deyir. Biz bu sualda B-nin yerinə 0-dan 4-ə qədər ədədlər qoymalıyıq. Amma A-nın yerində ürəyimiz istəyən ədədi qoya bilərik. Çünki A heç nədən asılı deyil. A sərbəst ədəddir. Yəni istənilən ədədi ora qoya bilərik. İndi mən deməli B-nin yerinə baxın deyir ki, yüzlüklərə qədər yuvarlaqda ədəd azalırsa, bax azalırsa 0, 1, 2, 3, 4-ün istənilən birini qoya bilərəm. A üstəgəl B cəminin ən böyük qiymətinin 2 mislini rəqəmləri cəmi soruşur. Mən B-nin yerinə ən böyük nə qoya bilərəm? 4 qoya bilərəm. Düzdür? A-nın yerinə ən böyük nə qoya bilərəm? 9 qoya bilərəm. Və bu ədədin içərisində rəqəmlər təkrarlanmır. Əla. Biri 9-dur, biri 4-dür. Cəmi eləyəcək 13. Aha. 2 misli də 13-ün 2 misli edəcək 26 və bunu da rəqəm cəmi 26-nın rəqəm cəmi eləyəcək 8. Cavab oldu C variantı 8-ə bərabər. 8 11 saat 24 dəqiqə 36 saniyə. Üstə gəlsin 9 saat 36 dəqiqə 45 saniyə. Toplayaq. 6 üstə gəl 5 11. 1 yazırıq 1 yadda 7 81 saniyə. 0 yazdıq 1 yadda 5 60 dəqiqə. Bu da 20 saat. 60 dəqiqədə bilirsiniz də 1 saatsa bura oldu 21 saat. 81 saniyədə bilirsiniz də 1 dəqiqə 21 saniyədir. 21 saat 1 dəqiqə 21 saniyə. Bəli. A variantı bizim cavabımızdır. Düzbucaqlının dərəcə ölçüsünün 2də 1 hissəsi, düzbucağın dərəcə ölçüsünün 2də 1 hissəsi, yəni 90-ın 2də 1-i oldu 45. Hissəsi ilə 6da 4 hissəsinin 90-ın 6da 4 hissəsi. 6-ya böldüm, 4-ə vurdum. 15 vur 4 60. Cəminin 45 ilə 60-ın cəmi elə də 105. Rəqəmləri cəmi 1, 0, 5-in rəqəm cəmi elə də 6. Cavab C variantı. 10-cu sualımıza baxırıq. 1956-cı ildə doğulan babanın indiki yaşı doğulduğu ilin rəqəmləri cəminin 3 mislinə bərabərdir. Deməli, indi babanın neçə yaşı var? İndiki yaş doğulduğu ilin, yəni 1, 9, 5 və 6-nın rəqəmləri cəminin, rəqəm cəmi 10, 11, 21 eləyir. 21-in 3 mislinə bərabər. 21-in 3 misli 63 elədir. Deməli, babanın indiki yaşı 63-dür. Babanın 5 il sonraki yaşının rəqəm cəmini tapın. 63-ün 5 il sonraki yaşı 68-dir. Rəqəm cəmi isə 6 üstə gəl 8, 14. D bizim cavabımızdır. 11. Kvadratın daxilinə çevrə çəkilmişdir. Deməli, bizim kvadratımızın daxilinə çəkilmişdir çevrə və bu çevrənin radiusunun 9 misli. Radiusunu bilmirəm, R yazıram və siz bilirsiniz ki, radius R-dırsa tərəf 2R olur. Çevrənin radiusunun 9 misli, R vurulsun 9. 9 mislindən 5 çıxsaq, çıxdım 5-i, kvadratın perimetrini alarıq. Perimetrdə bilirsiniz də 4 tərəfi var. Hər tərəfdə 2 radiusdursa, perimetr olur 8 radius. Yazdım bura 8 radius. Buradan da radius bərabərdir 5. Kvadratın sahəsini tap. Radiusu 5-dirsə, tərəfi olur 10. Kvadratın sahəsi 10 vurulsun 10 bərabərdir 100. Cavab oldu A. 12-ci sual. Aralarındakı məsafə 85 olan iki məntəqədən eyni zamanda qarşı-qarşıya sürətləri fərqi 10 olan iki avtomobil yola düşdü. 2 saat sonra onlar arasındakı məsafə 5 oldu. Sürət fərqi 10 deyirsə, məsləhət olar ki, birinə x yazanda digərinə x üstəgəl 10 yazasınız. Bilirəm, bəziləriniz x çıx 10 da yaza bilərsiniz. Axı müəllim fərqidir. Olsun da fərqidirsin də. Məsələn, biri 13-dür, biri 3-dür. 3 və 13. Fərqi neçədir bunların? Kim deyər? 10. Yəni, mən birinə x yazanda, birinə x üstəgəl 10 yaza bilərəmmi? Əlbəttə yaza bilərəm. Əsas odur ki, bununla bu arasındakı fərq, aralarındakı fərq 10 olsun. Həqiqətən də 10-dur da. Fərq 10-dur nə deməkdir? Biri o birisindən 10 vahid çoxdur. Və yaxud da biri o birisindən 10 vahid azdır. Eyni şeydir. S-imiz 85-dir. A-mız aralarındakı məsafə 5-dir. T-imiz də neçədir? 2-dir. Qutardı. V1 üstəgəl V2 vurulsun T bərabərdir S çıx A. 2x üstəgəl 10 vur 2 bərabərdir 80-ə. 2x üstəgəl 10 bərabərdir 40-a. 2x bərabərdir 30-a. X də bərabərdir 15-ə.
Sürəti çox olan avtomobil bu yolu neçə saata gedər? Birinin sürəti 15-dir, birinin sürəti 25-dir. Yolumuz 85-dirsə, 85-i böləcəm 25-ə gördüm bu yolu neçə saata gedər? 3,4 olar yəqin ki. Kalkulyatorla bölüb baxa bilərsiniz. 3 dəfəsi 75. Qalan hissəsi də 10-dur. O da eləyir. Deməli 3,4. 13. Kənd ilə şəhər arasındakı məsafə 56-dır. Kənddən sürəti 8 olan atlı, şəhərdən isə ona qarşı sürəti 12 olan velosipedçi yola düşdü. Atlı 32 km getdikdən sonra velosipedçi ilə görüşür. Atlı velosipedçidən neçə saat əvvəl yola çıxmışdır? Deməli, bizim yolumuz 56-dır. Kənddən sürəti atlı var, bir də velosipedçi var. Sürəti 8 olan atlı gəlir. Atlı 32 km getdikdən sonra velosipedçi ilə görüşür. 32 km atlı gedibsə, 56-dan 32-ni çıxaram. Deməli, 24 km-in velosipedçi gedib. Mən də 32-ni 8-ə bölürəm, görüm atlı neçə saat yolda olub? 4 saat. Velosipedçi isə 12 sürətlə gəlir. 24-ü böldüm 12-yə, velosipedçi də 2 saat yolda olub. Biri 4 saat, biri 2 saat. Neçə saata çatıb? Yəni biri o birisindən neçə saat çox yola çıxıb, tez yola çıxıb? 2 saat əvvəl yola çıxmışdır. 14. Aşağıdakilərdən hansı 5 gün 3 saat 20 dəqiqənin 8-də 3 hissəsinə bərabərdir? Gəlin bunu hamısını məsələn dəqiqəyə çevirək və yaxud da saata çevirək. Burada seçim sizin də ürəyiniz istəyən formada yaza bilərsiniz. Hansı sizə rahatsa onu eləyin. Yəni imtahanda birdən-birə ağlınıza nəsə gəlmirsə, hamısını çevirin dəqiqəyə və hesablayın. Mən hamısını dəqiqəyə çevirirəm. Əvvəlcə saat, sonra dəqiqəyə çevirək. 5 günümüz 5 vurulsun 24 saatla. 0 yazdıq 2 yadda. 120 saat bu eləyir. Yanında 3 saat var. 123 saat. Bunu da vuracam 60 dəqiqəyə. 0, 0, 0. Üstə gəl 8 yazdıq 1 yadda 12. 3 yazdıq 1 yadda 7. 7380. Bunun da üzərinə 20 dəqiqəni gəlirəm. 0, 0 yazdıq 1 yadda 7400 dəqiqə eləyir. Yenilirəm. Bir versiya ağlıma gəlmədi. Mən də nə etdim? Hamısını dəqiqəyə çevirdim. 7400 dəqiqəni 8-ə bölüb 3-ə nə edəcəm? Vuracam. 8-ə böləndə deməli 9 dəfə 8 72 9 20-nin içərisində 2 dəfə 16 40-ın içərisində 5. 925 vur 3. 5 yazdıq 1 yadda 7 bu da 2775 dəqiqə. Cavablardan 2775 dəqiqəni tapacam. İndi gəlin baxaq. Axırı 5 dəqiqən olmalıdır. Heç bunu sildim. 2775 dəqiqə neçə saat, neçə dəqiqədir? Bunu tapmaq istəyirsənsə 2775-i əvvəlcə böləcəm 60-a. Görüm neçə saatdır bu. 277-nin içərisində 4 dəfə çıxılsın 240 7 3 bu da 5. 375-in içərisində 6 dəfə çıxılsın 360. Bu da elədir 5 15. İndi diqqətlə baxaq. 46 nədir bizdə? 46 saatdır. 46 saatı 24-ə bölürəm, görüm neçə gün var bunun içərisində. 2 dəfə 48 idi, 1 dəfə. Deməli 15 dəqiqəmizdir bu heç. 46 saatın içərisində 1 gün çıx 24 elədi 2 22 saat. 1 gün 22 saat 15 dəqiqə. Yəni aldığım cavabı bir dəfə 60-a böldüm, saata çevirdim. Bir dəfə də 24-ə böldüm, günə çevirdim. Baxırıq 15-ci sualımıza. Bilirik ki, düzbucaqlının qarşı tərəfləri bir-birinə nədir? Bərabərdir. Ona görə 5x çıx 3 bərabərdir 3x eləyəcək. Buradan da 2x bərabərdir 3. Yəni sola keçirdik. 5-dən 3-ü çıxdı 2x bərabərdir 3. X də bərabərdir. Lazım olsa 1,5. Yəni 3-ü 2-yə bölərsiniz kalkulyatoruna 1,5 eləyər. Həmçinin burada da 4y çıx 3 bərabərdir 3y. Buradan da y bərabər nəyə? 3-ə. Düzbucaqlığın sahəsini soruşur. Gətirib yerinə qoyacam. Gəlin qoyaq. Tərəfi 3y-dir. Yəni 3 vurulsun 3. Tərəfi eni 9-dur. Y-i 3 tapdım axı. Uzunluğu da 3x-dir. Fərqi yoxdur. İstəyirsən burada qoy, istəyirsən burada qoy. Eyni cavab alacaqsan. 3x-dirsə 3 vurulsun 1,5 yazacağam. Bərabərdir. 3-ü 1,5-ə vuranda
5 yazdıq bir yadda. Demək 4,5 elədi. İndi bizdən düzbucaqlının sahəsini soruşur. Düzbucaqlının sahəsi, deməli eni vurulsun uzunluğu. 9 vurulsun 4,5. Görək gözümüzdən qaçan nəsə yoxdur. Burada yox, səhvimiz yoxdur. Yəqin ki, burada cavablar səhv düşüb. Bunu sizin formunuzda düzəldəcəyik. Eni 9-dur, uzunluğu da 4,5-dir. 9 vurulsun 4,5 bərabərdir 40,5 eləməlidir. Yəqin ki, burada nəsə düz getməyib. Y variantına 40,5 yazırıq. Bu sizdə forumda düzəldiləcək 40,5. Bir daha deyək. Düzbucağlının qarşı tərəfləri bir-birinə bərabərdir. Bu qaydadan istifadə edirik. 5x çıx 3-ü 3x-ə bərabərlədir. Yenə baxın gözümüzdən qaçan bir şey olmasın. Dəqiqləşdirək. Olur da bir də görürsünüz insan yorğunluqdan nəsə görə bilmir. 40,5. Deməli 5x çıx 3 bərabərdir 3x. Burada elə də 2x bərabərdir 3-ə, x də bərabərdir 1,5-ə. Yəni 3-ü böldü 2-yə 1,5. Burada da qarşı tərəflər 3y ilə 4y çıx 3-ü bir-birinə bərabər elədik. Y bərabərdir 3 oldu. Gətirdik yerinə qoyduq. 3 vur 3 9. 3 vur 1,5 4,5. Sahəsini də tapanda 9 vurulsun 4,5 elə də 40,5. E variantı bizim doğru cavabımızdır. 16-cı sual. Radiusları 1, 2, 3 nisbətində olan 3 çevrə xaricdən bir-birinə toxunur. Bu çevrələrin mərkəzlərini birləşdirən parçanı əmələ gətirdiyi üçbucağın perimetri 144 nədir? Santimetr olarsa böyük çevrənin diametri neçə santimetr olar? Gəlin baxaq. Burada bizə deyir ki, radiuslar 1, 2, 3 nisbətində olan 3 çevrə xaricdən bir-birinə toxunur. Bu çevrələrin mərkəzlərini birləşdirən parçanı əmələ gətirən üçbucağın perimetri 144. Yəni bu perimetr 144-dür. Biz də nə edirik? Tərəfləri toplayıb 144-ə bərabər edirik. Bu tərəf 4x-dir, görürsünüz 4x. X-dan 3x-i toplayanda 4x. Üstə gəl. Bu tərəf 3x-dan 2x-i toplayanda 5x-dir. Bu tərəfdə x-dan 2x-i toplayanda 3x-dir. Bərabər neçə? 144. 4, 5, 3 toplayanda neçədir? 12x bərabərdir 144. X də bərabərdir 12-yə. İndi böyük çevrənin diametrini soruşur. Ən böyük çevrə budur 3x-a görə. 3 vurulsun 12 neçədədir? 36 santimetr bunun radiusudur. Diametri də 72 olacaq. Çünki radiusu 2-yə vuranda diametr edir. Cavab olacaq A variantı 72. Quş sürəti 6 olan küləyə qarşı saatda 24 sürətlə uça bilir. Quş külə ilə eyni istiqamətdə 3 saatda neçə kilometr uçar? 24-ü 6-ya bölsək, quş sürəti 6 olan küləyə qarşı saatda 24 kilometr sürətlə uça bilir. Deməli, külə ilə eyni istiqamət gedəndə quş özü 24 ilə gedir. Demək, quş sürəti 6 olan küləyə qarşı saatda 24 kilometr sürətlə uça bilir. Quş külə ilə eyni istiqamətdə 3 saatda neçə kilometr uça bilər? Burada 24 ilə 6-nı toplayıb biz 3-ə vura bilərik. Amma bu deyir ki, küləyə qarşı saatda 24 sürətlə uça bilir. Yəni, kater çıx çay 24-dür. Küləyə qarşı sürət 24-dür. Biz də bilirik ki, çayın sürəti, yəni küləyin sürəti 6-dır. 24-ün üstə 6 gəlirik. Quşun öz sürətini, yəni normal havadakı sürətini tapırıq 30-dur. Amma bu deyir ki, quş öz sürətinə əlavə olaraq eyni istiqamətlə gedir külə ilə. Yəni üzərinə 6 da gələcək, eləcək 36 və 36 sürəti ilə 3 saata nə qədər yol gedəcək? 8 yazdıq bir yadda, 108 kilometr yol getmiş olacaq. 18 nə soruşur bizdən? Şagird verilən kvadratın rənglənmiş hissələrini kəsib 2 kvadrat əldə edir. Kəsilən kvadratların sahələri 16 və 81 olduğuna görə əvvəlki kvadratın sahəsi nə qədərdir? Deməli, rənglənmiş hissələri kəsib 2 kvadrat əldə edir. Bu 2 dənə rənglənmiş hissəni kəsir, əldə edilir. Kəsilən kvadratların sahəsi 16 və 81-dir. Biri 16-dır sahəsi, biri də 81-dir. Yəni, burada 4-dür demək istəyir, burada 9-dur. Bura 4-dür, burada 9-dur. Əvvəlki kvadratın sahəsi nə qədər idi? Baxın, bura 4-dürsə, bunun qarşı tərəfi burada 4 olur. Bura 9-dursa, bunun qarşı tərəfi burada 9 olur. Uzun sözün qısası bizim əvvəlki kvadratımızın tərəfi 13 olur. 4 və 9, 13. Sahəsi də 13 vurulsun 13, 169 olacaq. 19.
12 il sonra atanın yaşı oğlun yaşına nisbəti 7 bölü 5 olacaq. Onların indiki yaşlarının nisbəti 3 bölü 2 olarsa ata indi neçə yaşındadır? Bax, biri 3x yaşındadır, biri 2x yaşındadır. 12 ildən sonra ata da 12 yaş böyüyəcək, oğul da 12 yaş böyüyəcək və bunların yaşlarının nisbəti 7x bölünsün 5x olacaq. Ümumiyyətlə, nisbətlə olan sualları yadınızda saxlayın ki, hər zaman yanına nə yazılır? X yazılır. Sonra çarpaz vurub bunların cavabını tapa bilərik. Amma 7 və bölü artıq yanına x yazmaya ehtiyac yoxdur. Çünki bura bir dəfə x yazmısınız. Yəni buradakı 7 və 5-in yanına x yazmağa mənası olmur. Çünki tənliyi həll etmək çətinləşə bilər. 5 vurulsun, 3x üstə gəl 12 bərabər 7 vurulsun, 2x üstə gəlsin 12. 15x üstə gəlsin 60 bərabərdir 14x üstə gəlsin 4 yazdıq. Bir yadda 84. X də bərabər 84-dən 60 çıxanda 24. Atanın indi neçə yaşı var? Atanın indiki yaşı baxın 3x idi. 3'ü vuracağım 24'e bərabərdir 72. Cavab oldu D variantı. Nəyə bərabər? 72'ye bərabər. 20. Düzbucağının uzunluğunu 4 dəfə, enini 2 dəfə azaltsaq, onun sahəsi necə dəyişir? Özümüzdən bir dənə ədədlər götürək. Nə bilim, uzunluğuna 8 yazaq, eninə 4 yazaq. Sahəsi 4 vur 8, 32 idi. İndi uzunluğunu 4 dəfə azaldırıq. 8-i 4 dəfə azaldığında 2 olur. Enini 2 dəfə azaldırıq. 4'ü 2 dəfə azaldığında 2 olur. 2 vur 2 oldu 4. Sahəsi necə dəyişdi? 32-dən 4'ə düşdü. 32-ni 4'ə böləndə 8 dəfə neynədi? Azaldı. Cavab oldu D variantı.